Bu, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin görüntüləridir. Hansı ki, dəyərli izləyicilərimiz, Adil Əliyev bir şəhid qardaşının toy mərasimində iştirak edir. Birinci onu deyim ki, Adil Əliyev çox az icra başçılarındandır, çox az icra başçılarındandır ki, mütəmadi olaraq şəhid ailələrinin yanındadır. Bacardığı qədər onların toylarında iştirak edir. Toylarında hətta iştirak eləyə bilməsə də hansısa bir şəhid qardaşının, şəhid bacısının, şəhid övladının öz hədiyyəsini mütləq mənada göndərir. Çünki bir neçə dəfə mən də şəhid ailələrində toy məclislərini aparmışam və orada gözümün şahidiyəm. Və bu da şəhid Elnur Şahbazovun qardaşının toy mərasimidir. Gördüyünüz kimi Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev şəhid anaları ilə bir aradadır. Şəhid anaları ilə rəqs eləyir və məclis fevral ayının 17-sində Suraxanı rayonunda yerləşən Şadlıq evlərindən birində keçirilib və icra başçısı Adil Əliyev qatılıb həmin məclisə və öz təbriklərini eləyib. Ona görə də şəhid analarının çox sevdiyi bir icra başçısıdır Adil Əliyev və bu, belə deyək də, adlarda bir neçə icra başçısını mən qeyd edə bilərəm. Hansı ki, bu icra başçıları arasında Abşeron rayon İcra Hakimiyyətinin də başçısı var, Sumqayıt şəhər İcra Hakimiyyətinin də başçısı var. Mütəmadi olaraq Abidin müəllim, eyni zamanda da Zakir Fərəcov da qazilərə diqqət qayğısı ilə seçilir, şəhid ailələrinə diqqət qayğısı ilə seçilir və bunu həmin ərazidə yaşayanlar özləri görürlər, özləri bilirlər və o icra başçıları sırasında Adil Əliyev də yenə də özünə görə bir yer tutandı. Düzdür, bizim bəzi rayonlarda da icra başçılar var. Burada indi kiminsə də haqqına girmək istəmirəm. Əslində, şəxsən bir vətəndaş olaraq mən çox sevinirəm. İcra başçısı hansısa bir şəhid övladının toyuna gələndə, bir şəhid övladını qucağına alanda, bir şəhid övladının başını sığallayanda.